Bunlar deyil. Baxın, gərginlik doğru cavab deyil. Cəryan şiddəti bizim doğru cavabımızdır. Dövrədəki voltmetr nəyi ölçür? Voltmetr bildiyimiz kimi gərginliyi ölçür. Dövrənin müqaviməti yanlışdır. Bizdə burada mənbənin EHG-sini ölçmür. Baxın, rezistora paralel olaraq birləşdirilib. Bizdə doğru cavab R müqavimətindəki gərginliyi ölçür, yəni Y variantı. Sonra voltmetr şkalasının bölgüsünün qiyməti. Bir bölgünün qiyməti təyin edərkən iki yaxın qonşu rəqəmi götürürük. Məsələn, 50 və 0 götürək. 50-dən 0-ı çıxırıq. Bölürük aradakı boşluqların sayına. 1, 2, 3, 4, 5. Olacaq 10 volt. Yəni bir bölgünün qiyməti 10 voltdur B variantı. Yenə də 30-cu testdə bizdə milliamper metrin şkalasının bölgüsünün qiyməti istənir. Eyni qayda ilə baxın, bənzər şkaladır. Bu səfər də yenə də 50-dən 0 çıxıb ona 5-ə bölsək, yenə də cavabımız 10 olaraq təyin olunur. 34-cü testdə lampanın uclarındakı gərginliyi və lampadan keçən cəryan şiddətini ölçmək üçün voltmetr və ampermetr hansı sxemi düzgün göstərilib? A variantına fikir versəniz, voltmetr ardıcıl, ampermetr paraleldir. Yanlışdır, tərsinə olmalıdır. Baxın, B variantında voltmetr lampaya paralel, lakin ampermetr ardıcıl birləşdirmişdir. Doğru cavab B-dir. Burada hər ikisi ardıcıl, hər ikisi ardıcıl, hər ikisi ardıcıl olmaz. Voltmetr paralel, ampermetr ardıcıl birləşir. Maksimum nə qədər gərginliyi ölçür? Fikir versəniz, voltla ifadə edilir şkala. Ən sonuncu qiymət 500 voltdur. Bunu kilovolta çevirsək, 0,5 kilovolt olur. 1000-ə bölmək lazımdır. 36-cı testdə nə qədər cəryan şiddətini ölçə bilir maksimum? Eyni qayda ilə fikir versəniz, milli amperdir, 600 və buna uyğun olaraq da biz 0,6 amper götürə bilərik cavabımızı. Növbəti test 37-ci. Cəryan şiddətini 2 dəfə artırır. Naqildən, metal naqildən axan cəryan şiddəti 2 dəfə artır. Uzunluq 2 dəfə azalır. Bizdən temperatur da sabitdir. Müqavimət istənilir. Müqavimətin düsturu bildiyimiz kimi Royal böl S düsturundan asılıdır. Yəni müqavimət cəryan şiddəti və gərginlikdən asılı deyil. Odur ki, buna baxmağa ehtiyac yoxdur. Əgər uzunluğumuz 2 dəfə azalırsa, müqavimətimiz 2 dəfə azalmış olar. Bu səfər uzunluq və enkəsinin sayəsini hər ikisini 2 dəfə artırır. Royal böl S düsturunda fikir versək uzunluqla düz sahə ilə tərsdir. Yəni, kəsin sök və məxrəcini eyni anda, eyni qədər artırsaq və azaltsaq, kəsin qiyməti dəyişməz. Odur ki, uzunluq 2 dəfə artsa, 2 dəfə müqavimət artacaq, sahə 2 dəfə artsa, 2 dəfə azalacaq, yəni dəyişməz qalacaq. Sonra cəryan şiddətini 2 dəfə azaldıb, uzunluğu 2 dəfə artırsaq, sahə də sabitdir, temperatur da sabitdir. Bizdən müqavimət istənir. Qeyd etdim ki, müqavimət cəryan şiddəti və gərginlikdən asılı deyil. Royal böl S düsturundan asılıdır. Uzunluqla düzdür. 2 dəfə artarsa, müqavimətimiz də 2 dəfə artmış olar. Mis naqilin enkəsinin sayəsini artırdıqda onun xüsusi müqaviməti və müqaviməti haqqında hansı ifadələr doğrudur? Qeyd etdiyimiz kimi xüsusi müqavimət material, maddədən asılıdır. Odur ki, bizdə sahənin uzunluğunun, cəryan şiddətinin, gərginliyin dəyişilməsi, yəni heç bir qiymət dəyişikliyi yaratmır xüsusi müqavimətdə. Xüsusi müqavimətimiz dəyişməz. Sadəcə sahəni artırdıqda da qeyd edir. Royal böl S düsturuna görə əgər bizim sahəmiz artarsa, müqavimətimiz azalmalıdır. Çünki tərs asılıdır. Baxın, D variantı. Mis naqilin uzunluğunu artıranda bu səfər uzunluğumuzu artırırıq. Xüsusi müqaviməti yenə də dəyişməz maddənin növündən asılıdır. Müqavimət də Royal böl S olduğuna görə görürük ki, L düz asılıdır. Uzunluq 2 dəfə artarsa, müqavimətimiz də 2 dəfə artmış olar. Dəyişməz və artar. Uclarında gərginliyi 3 dəfə artırsaq, cəryan şiddəti. Verilmiş naqil o anlama gəlir ki, onun müqaviməti dəyişmir anlamına gəlir. Və I də bərabərdir U böl R düsturuna görə R'miz dəyişməsə, naqilimiz 3 dəfə artarsa, cəryan şiddətimiz də 3 dəfə artmış olacaqdır. Gərginliyi 3 dəfə artır, cəryan şiddəti bu səfər gərginliyi 3 dəfə azaltdıqda deyir. Eyni düsturda azalarsa, cəryan şiddəti 3 dəfə azalmış olacaq. Müqaviməti 3 dəfə artırdıqda cəryan şiddəti U böl R düsturuna görə U dəyişməsə, I R ilə tərsdir. Müqavimət 3 dəfə artdıqda cəryan şiddəti 3 dəfə azalar. Amma tərsini soruşarsa, yəni cəryan şiddətimiz 3 dəfə artarsa, müqavimət necə dəyişər? Dəyişməz. Çünki müqavimət uzunluqdan, maddənin növündən, temperaturdan və sahədən asılıdır. Dövrə hissəsində müqaviməti 3 dəfə azaltdıqda cəryan şiddəti yenidən 3 dəfə azalarsa, bu səfər 3 dəfə artar. Yəni dediyimiz kimi tərs asılıdır. 46-cı testdə naqilin müqavimətini necə azaltmaq olar?
Bildiyimiz kimi naqilin müqaviməti Royal böl S düsturu ilə təyin olunur, asıllığı. En kəsiyinin sahəsini artırsaq, müqavimət azalar. Fikir verin, sahəni artırsaq, tərs asılı olduğuna görə müqavimət azalar. Uyğun gəlir A variantı. Digərlərini yoxlasaq, azaltsaq artar, olmaz. Cəryan şiddətinin qiymətindən asılı deyil. Uzunluğunu da artırsaq, düz asılı deyə artar. Cavab A variantı olacaq. Eyni şəkildə burada da yenə də Royal böl S-dən götürüb müqaviməti necə artırmaq olar? Müqavimətin artması üçün baxırıq, uzunluqla düz asılıdır. Artmalıdır ki, artsın. Azalarsa yanlış cavabdır. Sahəni artırsaq, tərs asılıdır. Müqavimət azalar, bu da uyğun gəlmir. Gərginlik və cəryan şiddətindən asılı deyil, qeyd etmişdik. Sahəni azaltsaq, bəli, müqavimət artar, tərs asılıdır. Y variantını götürə bilərik. Verilmiş materialdan hazırlanmış naqilin en kəsiyinin sahəsini 4 dəfə azaltsaq, onun naqilin müqaviməti necə dəyişər? Verilmiş material qeyd etdiyimiz kimi müqaviməti dəyişmir. R bərabərdir Royal böl S düsturundan sahəni 4 dəfə artırdıqda müqavimət 4 dəfə azalır. Eyni şəkildə burada da sahəni 3 dəfə, baxın, sahəni 3 dəfə artırsaq, müqavimət 3 dəfə azalır. Sonra voltmetrin göstərişinə qədərdir. Voltmetrin göstərişini təyin etmək üçün ilk öncə bir bölgünün qiymətini tapmaq lazımdır. 50-dən 2 yaxın rəqəmi götürürük, 50-dən 40-ı çıxırıq. Aradakı boşluqları saysaq, 5 dənədir, 5-ə bölürük, onu 5-ə böləndə 2. Baxın, hər bu boşluq 2 artır. Yəni 40-dan sonra baxaq neçə boşluğumuz var? 1 boşluq, 2 boşluq, 3 boşluq. Hərəsi də 2-dirsə 6 boşluq, 6 volt gəlmiş olur irəliyə doğru. 40-dan da 6 volt gəlirsə 46 volt gəlmiş olur. Ampermetrin yenə göstərişini istəyir. Yenə də qaydada eynidir. 2 yaxın rəqəmi götürürük, çıxırıq. Aradakı boşluqlar 5 dənədir, bölürəm. Bu səfər 1-i 5-ə bölürük, yəni 0,2. Hər hissə, baxın, 0,2-dir. Fikir versək, neçə boşluq gəlib? Bir boşluq, ikinci boşluqda dayanır. Hərəsi 0,2-dirsə, 2 dənə 0,4 olacaq. O da 3,4 olaraq qiymət təyin olunacaq. Verilmiş materialdan hazırlanmış naqilin en kəsiyinin sahəsini 4 dəfə azalsaq, xüsusi müqavimət. Xüsusi müqavimət qeyd etdik ki, materialın növündən və temperaturdan asılıdır. Olur ki, dəyişməz. Sahə adi müqavimət, yəni R müqavimətimizi dəyişə bilir. Burada mütləq xəta istənilir. Mütləq xətanı tapmaq üçün bir bölgünün qiyməti mütləq təyin olunmalıdır. 3-dən 2-ni çıxırıq. Aradakı boşluqlara bölürük. Baxın, 1 boşluq, 2 boşluq, 3 boşluq, 4, 5. Bir də sayıram. 1, 2, 3, 4, 5. Bölürük 5-ə. 1-i 5-ə böləndə 0,2. Bu bir bölgünün qiymətidir. Amma onun mütləq xətasını tapanda bir də yarıya bölmək lazımdır. 0,1 amper. Yenə də mütləq xəta istənilir. Bu səfər 4-dən 2 yaxın rəqəmi götürürük, çıxırıq. Boşluqları sayırıq. 1, 2, 3, 4. Bu səfər 4 boşluq var. 4-ə bölürük. 4-dən 2 çıxanda 2-ni 4-ə böləndə 0,5 mA. Onu da yarıya bölsək 0,25 mA olacaq. Qeyd etdiyim kimi mütləq xəta bir bölgünün yarısı. Zəngin işarəsi əlbəttə ki, yumru içərisində X işarəsidir. 1. Açarın şərti işarəsi baxın, açıb qapanmaq üçün istifadə olunur. Y variantı. Növbəti testdə naqilin uzunluğunu 2 dəfə, diametrini isə 4 dəfə artda, müqavimət necə dəyişər? Bildiyimiz kimi Royal böl S düsturunda sahənin yerinə pi r kvadratı düsturunu yazırıq. Baxın, diametrlə də bilirsiniz ki, pi d kvadratı böl 4, 4 qalxar yuxarı. Yəni diametr və radiusla kvadratik asılı olacaq. Uzunluğu 2 dəfə artırdıqda müqavimət 2 dəfə artar. Lakin diametrimizi 4 dəfə artırdıqda kvadratı qədər azalacaq, 16 dəfə azalar. 2 dəfə artıb 16 dəfə azalmaq, yəni 16 da 1 deməkdir. Əlbəttə ki, belə yazaq, gəlin 16 azalar. Bu zaman 8 dəfə azalmış olacaq.